üçün mən fikirləşə danışıramsa, birdən fikrim başqa yerə, gözüm başqa yerə baxır. Yəni sırf onlarla üzbəüz gözü-gözə kontaktla danışmalıyam. Necə? 15 dəqiqə maksimum siz özünüzü ələ alın da. Yəni çalışın, düz deyil, indi onlayndır, demirəm. Onlar sizin indi setdə də biraz problem yaşana bilər, səs də qırıq-qırıq gedib gələ bilər. Bu texniki bir haldır. Bu sizin günahınız deyil təbii ki. Amma çalışın ki, tam diqqətinizi fokuslanın qarşı tərəfə. Çünki orada 2 nəfərdə olan olur, 3 nəfərdə olan olur. Ona görə də ola bilər təkcə Orxan müəllimin özü götürsün. Amma səhv eləmirəmsə, məsələn, keçən mənim müəllimə 4 nəfər idilər, deyir. Qadınlar da vardı, psixoloqlar. Belə qadınlar da daha çox, narahat olmayın, kişilər olmur, qadınlar olur. Kəmalə müəllimə, keçən mən müsahibə mərhələsində iştirak eləmişəm. Yəni sizin müdavimlərinizdən də yəqin ki, tanıyırsınız. Bizdə elə bir ki, bu ilki koordinatorluqlardan Şəfəq müəllimə idi, Ceyran müəllimə idi, bir də Səlyanda yəni öz üzvləri idi də, onlar bizdən götürmüşdülər. Yəni çox gözəl, şəffaf şəkildə də keçirilir. 3 dənə sualla məndə kifayətləndilər. Yəni heç 10 dəqiqə keçmədi məndə müsahibə mərhələsi. Bəli, elə olur, bəli. Ən maksimum 15 dəqiqə. Yəni, ən tez 10 dəqiqəyə bitirirlər. Yenə də deyirəm, görürsünüz, hətta 3 sual belə. Deməli, kifayət eləyib sizin bacarıqlarınız ki, ehtiyac qalmayıb ki, bu müəllimə əlavə suallar versinlər. Niyə incitsinlər ki? Həm də vaxt söhbəti var orada. Tez-tez verirlər ki, müəllim çoxdur da. 1 saatın içində, məsəl üçün, 15 dəqiqə hər müəllimə vaxt ayırırlar. Aha, o müsahibədən keçmişəm deyən müəllimə bəs işləyir, yoxsa? Bəli, işləyirəm, Nurana xanım. Səkinə müəllimədir, bizim Səkinə müəllimə. Hə. 16 nömrəli məktəbdə işləyirəm. Müsahibədən keçib işə düzələndən sonra bu iş daimi olur, yoxsa 1 illik müqavilə kimi olur? Onu Səkinə müəllimə daha yaxşı bilər. Burada iş müəllimələr, belə deyim də, bizdə iş 1 illik müqavilə iləndir. Yəni 1 illik müqaviləyə bağlayırıq, sonra işə davam eləyirik. Daha sonra müqaviləmiz bitəndən sonra işimizə xitam verilir. İndi hal-hazırda biz işsiz kimi sayılırıq. Oktyabrdan yenidən, yəni işimizə, yəni başlayacaq deyə imzamızı çəkəcək, işə qəbul olacaq. Yenidən, yəni işə girmiş kimi sayılırıq. Amma belə iş bitəndən sonra işimizə xitam verilir ki, yəni ücretsiz işsizsiz də belə formada. Müsahibədən nə çəkəcək? Amma belə staj yazılır. Belə deyim də, yəni dövlət işinə keçmişik deyə bu ildən biz dövlətə keçmişik. Staj yazılır. İndi belə başa düşdüm ki, siz indi məsəl üçün yay tətilidir, elə ki işsiz sayılırsınız, işdən çıxmış sayılırsınız. Təzədəndən gedəsiniz həmin məktəbə müqavilə bağlı təzədən işləyəcəksiniz. Aha, bəli, elədir. Çox sağ olun. Siz də sağ olun. Müəllimə, bu icmada yaş söhbəti var, yəni ki, yaşa görə müəllimləri götürmə. Xeyr, elə bir şey yoxdur. Müəllimlər bir sual verim. Son sualda verin müəllimlər. Mən dərsə başlamalıyam artıq. Bəli, buyurun. Müəllimlər, biz yazmışıq 2 kilometr, 3 kilometr. Onlar bizim öz qeydiyyatımıza baxıb elə hesablayır, yoxsa sırf bizim yazdığımıza baxırlar? Yazdığınız əsas vacibdir. Bir də fin kod da vururlar, baxırlar da əsas yaşayış, faktiki yaşayış yeri haradır, qeydiyyat haradır. Yəni belə. Məsələn, qeydiyyat haradır, yaşayış ayrısı, qeydiyyata baxırlar, yaşayışa? Yaşayışa. Qeydiyyat ola bilər Bakıyadır, məsəl üçün, yaşayırsınız rayonda, rayonun məktəbini seçmisiniz. Hal-hazırda faktiki yaşayışla vakansiyanın məsafəsini götürürlər, uyğunluğu. Orada biz nə qeydiyyat da eləmişik, o gedir də, düzdürmü? Əlbəttə ki, nə yazmısınızsa, hal-hazırda faktiki yaşayışla seçdiyiniz vakansiyanı, tutalım rayondasınızsa, rayonun özündə yaşayırsınız, məsəl üçün kənddəki məktəbi seçmisiniz. Bəli. Belə. Başlayaq müəllimlər, təşəkkür eləyirəm. Deməli, ekran hər kəsə gəlirmi? Və səsləri buradan nizamlayaq, çox xahiş eləyirəm səsləri. Çünki yenə də deyirəm, mən artıq dərs izahına keçəcəm. Əlavə bir səs açıq olsa, burada siz çoxsuz, mən təkəmdə, yəni mən artıq dərs prosesimin gedişatını pozacaq. Ekran PDF hər kəsə görünürmü? Bəli, mənim. Bir saniyə. Müəllimə, bir də ekran kayd edirsiniz? Bəli, hal-hazırda dərs rekord olunur. Ona görə səslərə diqqət edək, zəhmət olmasa.
Demək müəllimlər, birinci sual, ilk öncə özünü təqdim etmə haqqında danışmaq istəyirəm müəllimlər. Özünü təqdim etmə haqqında sizin burada indi mən suallar içərisində özünü təqdim etmə verməmişəm. Təbii ki, özünü təqdim etmənin bizim əlavə PDF-imiz var ki, onu müsahibə dərslərimizdə müəllimlərə təqdim edəcəm. Sadəcə burada ödənişsiz olaraq bütün müəllimlərə çatdırmaq istəyirəm ki, özünü təqdim etmə qısa çalışın edin. Çox belə deyək də uzun-uzadı danışmayın. Qısa şəkildə özünüzü təqdim edin. Məsəl üçün deyirəm ki, salam, mən Cəfərova Kəmalə filankəs qızı, məsəl üçün ata adını deyirsiniz. Da durub uşaqlığınızı danışmırsınız burada, tərcümə halınızı danışmırsınız. Konkret keçirsiniz, haranı bitirmisiniz. Tutalım, hansı pedaqoji kollec bitirmişəm, hansı universitet bitirmişəm, təhsilim subbakalavrdımı, bakalavrdımı, məsəl üçün magistrımdımı, bilmirəm də, indi təhsilinizi qeyd eləyirsiniz və hal-hazırda tutalım işləyirsinizsə, işlədiyinizi də bildirirsiniz, çünki soruşacaqlar orada. Hal-hazırda yox, işləmirsinizsə, evdəsinizsə, təbii ki, amma yenə də iş təcrübəniz haqqında da məlumat verirsiniz, çünki sizə sual verəcəklər ki, uşaqlarla iş təcrübəniz necədir? Nə üçün bu sənədi seçmisiniz? Nə üçün bu ixtisası uşaqlarla işləmə bacarığını, yəni icma əsaslı işə qəbula müraciət etmisiniz? Bunları soruşacaqlar. Buna görə də deməli mütləq şəkildə özünüzü təqdim etdikdən sonra, düzdür, indi bu canlı formatda müsahibə olmayacaq, onlayn formatda da olsa belə görüntülü olacaq. Çalışın ki, yuxarıdan, belə deyək, aşağıdan yuxarı hissəniz tam şəkildə görünsün ki, çox qəşəng formada, normal, səliqəli geyinirsiniz. Geyimə də fikir verirlər, saç yığımına da fikir verirlər, duruş vəziyyətinizə də fikir verirlər. Buna əsaslı olaraq da siz belə deyək də qəşəng nitqinizlə, belə deyim, səlis, normal formada özünüzü təqdim eləyirsiniz və artıq onlar deyəcək kifayət eləyir. Artıq keçəcəklər sual verməyə. Çünki artıq dediniz ki, məsələn, budur, da ehtiyac yoxdur ki, durub deyəsiz, ailəliyəm, uşağım var, budur, o ehtiyac yoxdur. Onun sonunda artıq olsa soruşacaqlar ki, ana olmağı düşünürsünüzmü? Onda siz deyə bilərsiniz ki, xeyr, şükür Allaha 2 övladım var. Məsələn, belə də qeyd edə bilərsiniz, və yaxud da 3 övladım var. Hal-hazırda yaxın vaxt üçün analıq haqqında bir vəziyyət düşünmürəm. Aha, bunu sonda Müəllim, desəm ki, məsəl üçün, üzr istəyirəm, desəm ki, tutaq ki, mən repetitoram da, tutaq ki, məsəl üçün repetitorluq edirəm. Onu deməyə ehtiyac varmı, məsəl üçün? Deməsəz yaxşıdır. Ehtiyac yoxdur. Aydın, çox sağ olun. Hər xırda şeyi deməyin, yəni. Əsas dövlət işində işləyirsinizsə deyin. Dövlət işində onu gizlətmək olmur. Daha sonra sual veriləcək, hamıda birinci, bütün müdavimlərimə keçən il birinci sualları icma nədir olub? İcma deyəndə nə başa düşürsünüz müəllimlər? İcma deyəndə ümumiyyətlə icma bir toplumdur, sosial bir qurumdur icma. Və icma, yəni təkcə bu, indi biz təbii ki, söhbət təhsil icmasından gedir, təhsil qrupları icmadan. Amma sizə təbii ki, bugün icma əsaslı təhsil haqqında sual veriləcək ki, ümumiyyətlə icmada biz bilməliyik ki, icma qurumdur, icma təşkilatdır, sosial birlikdir. Çünki icmada əsas məqsəddir, ümumi maraqlardır, dəyərlərdir, ehtiyaclar bir birləşir. Yəni birgə birləşən insanların ətrafında olan sosial bir birlikdir. Bəs yaxşı, siz necə cavab verəcəksiniz? Baxın, bu PDF-də tam ətraflı cavabını vermişəm ki, icma, ümumi deyək də, icma əsaslı yanaşmanın məqsədi. Ümumiyyətlə, təhsil sahəsində, bax, bu hissə sizin bütövdə müsahibənizin cavabıdır. İcma təhsil sahəsindəki icma dedikdə uşağın ümumi inkişafına, təliminə, tərbiyəsinə, sosiallığına, təhsilinə təsir göstərən bütün tərəflərin, ha belə ailənin, pedaqoqların, ixtisaslaşmış mütəxəssislərin, təhsil müəssisələrinin, yerli qurumların, valideynlərin, digər sosial tərəfdaşların əməkdaşlığı. Deməli, icma deyəndə əsas sizin ağzınızdan hansı kəlmə çıxmalıdır? Əməkdaşlıq nəzərdə tutulur. Birgəlik, birgə qurum, sosial təşkilat, sosial birlik. Bəs yaxşı, icmanın məqsədi nədir sizə sual veriləcək? İcmanın məqsədi nədir? Bütün mövcud resursları birləşdirmək, icma daxili resursları birləşdirmək, bizə lazım olan ehtiyac və tələbatları müəyyənləşdirmək, həmin tələbat və ehtiyacların həllində birgə fəaliyyət, birgə dəstək göstərməkdən ibarətdir. Yəni, birgəlik, əməkdaşlıq, sosiallıq, açar sözlər olaraq siz artıq bunu canlı şəkildə şifahi nitqinizdə bildirməlisiniz. Çox üzr istəyirəm. Mane olursunuz dərsimə, buyurun.
Çox üzr istəyirəm. Yəni icmanın əvvəllər, yəni əsas ən birinci bu icmanın layihəsini UNICEF təşkil edib, yəni UNICEF maliyyələşdirib. Sonra 2018-ci ildə Avropa İttifaqı maliyyələşdirib. Sonra isə 2019-cu ildə Təhsil Nazirliyi Bəli. bu layihə müsbət nəticə göstərdiyi görə əldə olunduğuna görə Təhsil Naziri. Yəni biz bunları da qeyd etsək, yəni daha yaxşı olar yoxsa yox? Ehtiyac yoxdur. Bu qədər açıqlamaya ehtiyac yoxdur. Sizdən bilmək istəyir ki, ümumiyyətlə icma nədir? Görün bu müəllim bilirmi ki, şüurlu şəkildə qavrayıb başa düşürmü ki, icmanın mahiyyəti nədir? O dərəcədə açıqlamağa ehtiyac yoxdur. Bilin, demirəm, çox qəşəng informasiya verdiniz. Özünüz üçün bilin. Amma bunu desəniz də belə validəcə əzbərləyib gəlib danışırlar da. Sadəcə siz bilin ki, əməkdaşlıqdır, sosial qurumdur, aydın oldu mu? Birgə ümumi məqsədlər, dəyərlər ətrafında, maraqlar ətrafında qurulan bir təşkilatdır. Təhsil qrupudur icma. Aha. Və icma qarşılıqlı əlaqədir. Bax, burada bugün bizim əsas məqsədimiz, işimiz bizə də sual veriləcək. Bu üçbucaq, təhsil üçbucağı, ümumiyyətlə, müəllim valideyn əməkdaşlığı, yəni təhsil alanların ailələri ilə işin təşkili. Müəllim valideyn əməkdaşlığı, ortaq məsələlər, birgə fəaliyyət, ümumi problemlərin həllində birgə iştirakı təmin etmək, icma əsaslı qarşılıqlı ünsiyyətdir. Aha, eyni zamanda icma nə iş görür? İcma bugün uşaqların inkişafını dəstəkləyir. Ailə, tərbiyəçi, müəllim, yəni ümumiyyətlə tərəfdaşların əməkdaşlığını, yəni burada mərkəz uşaq yönümlü sistemli yanaşmadır. Uşaq yönümlü, uşaq mərkəzdədir. Hər şeyin mərkəzində dayanan uşaqdır və uşağın ətrafında bugün biz bu məqsəd nəyə köklənir? Uşağın ümumi inkişafına. Çünki ailələrlə iş, ümumiyyətlə müəllim, tərbiyəçi, müəllim, valideyn əməkdaşlığı, digər məsəl üçün pedaqoqların, məsəl üçün icmanın belə deyək də layihə rəhbəri, tərəfdaşların əməkdaşlığı bugün sistemli yanaşmasını, uşaqların məhz inkişafında duran sistemli yanaşmanı özündə ehtiva eləyir. Nə? İcmanın məqsədi. Və burada görürsünüz, deyir ki, təkcə burada qarşılıqlı yardımlaşma deyil, qarşılıqlı əməkdaşlıq deyil, eyni zamanda birgə qərarların müəyyən olunması, qəbul edilmiş birgə qərarlar və həll yollarının həyata keçirilməsidir. Yəni əsas məqsəd, bugün bu PDF-də ətraflı yazmışam. İcmanın bütün tərəflərini. Bax, sonra burada PDF-nin sonunda hətta icma əsaslı, sonda da vermişəm bunu PDF-nin son hissəsində və digər bir sualda vermişəm ki, icma əsaslı məktəbə qədər təhsil uşaqlara nə verir? Yəni, nə üçün uşaqlara bugün əhəmiyyəti nədir uşaqların inkişafında? Bunları da özünüz qeyd edə bilərsiniz ki, fərdi inkişafına imkan verir uşaqların. Fərdi inkişaf nədir? Hər bir uşağın fərdi şəkildə marağını, bacarıqlarını, potensialını nəzərə alır. Fərdi differensial yanaşma tətbiq olunur hər bir uşağa. Uşağın özünü ifadə etmə azadlığı verir. Konkret uşaq yönümlü demokratik təhsil sisteminin açar sözləridir. Özünü ifadə etmə azadlığı verir. Çünki niyə? Uşaq bugün, uşaqlarda biz nə demişik? Hər bir uşağın danışmaq və dinlənilmək hüququ var. Hər bir uşağın sərbəst danışmaq, fikirlərini paylaşmaq, özlərini ifadə etmək hüququ var. Bu azadlığı biz uşaqlardan əsirgəməməliyik. Bunu icma əsaslı təhsil bütün uşaqlara bu sərbəstliyi, bu azadlığı, bu imkanı verir. Uşaqlara sosial bacarıqlar qazandırır. Eyni zamanda görürsünüz, sosiallaşdırır. Necə ki, biz dedik ki, icma təlim qrupu, icma nədir? İcma əməkdaşlıqdır, icma sosiallıqdır. Eyni zamanda uşaqlarda sosial bacarıqlar, uşaq birlikdə oynayır, əməkdaşlıq edir, birgə paylaşma, birgə qərarlar, sosiallıq, ünsiyyət səriştəsi, kommunikasiya bacarıqları, hər bir şey. Ailə ilə birlikdə öyrənmə imkanı yaradır. Bəli, valideynlər bilavasitə, daha çox icmada valideynlərin təlim-tərbiyə prosesinə bilavasitə cəlb olunması və bu da evlə, ailə mühiti ilə təhsil mühiti, yəni icma arasındakı əlaqəni daha da gücləndirir. Eyni zamanda cəmiyyəti tanıma şansı verir. Bəli, biz deyirik ki, məsələn, ekskursiyalar təşkil edirik, məsəl üçün yerli icma üzvləri ilə görüşlər, tədbirlər, praktik fəaliyyətlər, ictimai faydalı tədbirlər təşkil edərək uşaqların ümumi dünya görüşünü yenə məqsəd uşaqdır. Hər bir şey uşağın naminə edirik təbii ki və mütləq şəkildə təhlükəsiz dəstəkləyici mühit. Bunu işə qəbula hazırlaşan müəllimlərin, məktəbə qədər təhsil müəllimlərim çox gözəl bilir ki, təhlükəsiz dəstəkləyici mühit icmada da mütləqdir, bağçada olduğu kimi. Çünki uşaq burada da özünü rahat, qəbul olunmuş və dəyərli hiss etməlidir.
dəstəkləyici mühitin birinci əsas şərti uşağın özünü təhlükəsiz hiss etməsi. Uşaq özünü mənəvi, psixoloji ümumiyyətlə travmadan, belə deyək də, bullyingdən, zorakılıqdan qorunmuş halda hiss etməlidir. Və bu da uşaqlarda nəticədə nələrə yaradır? Özünə inam, özgüvən, müstəqil düşünmə, tənqidi yanaşma, tənqidi təfəkkürün inkişafı. Yəni bu da uşağın belə deyək də artıq bir şəxsiyyət yönümə çevrilməsinə şərait yaradır təbii ki. Bu da bizim icma əsaslı məktəbəqədər təhsilin uşaqlara verdiyi töhfə, uşaqların həyatında önəm daşıyan əhəmiyyəti. Məsələn, belə bir sizə yanaşma, bax, fərddən fərdə dəyişir. Müəllimdən müəllimə dəyişən cavabdır. Niyə icma əsaslı məktəbəqədər təhsildə işləmək istəyirsiniz? Niyənizi soruşun, niyəsini soruşun. Nə üçün bizə müraciət etmisiniz? Nə üçün bu sahədə? Niyə sizi biz icmaya seçək? Niyə seçilən müəllimlərdən olasınız? Niyə məhz sizi seçək bu işə? Çünki bu fərddən fərdə, yenə də deyirəm, insandan insana dəyişən cavabdır. Çünki burada siz öz tərəfinizdə də, yəni məsələn, müxtəlif cavab verə bilərsiniz ki, məsəl üçün, ona görə məsələn bugün icma əsaslı məktəbəqədər təhsil layihəsinə müraciət etmişəm ki, çünki birinci növbədə uşaqlarla işləmək istədiyinizi, məsələn, uşaqları sevməyinizi, uşaqlarla sevginizi, mənəvi, belə deyək, içdən gələn empatiyanızı vurğulamalısınız ki, çünki mən uşaqları sevməsəm, doğrudan da uşaqları sevməyən bir insan sabah bu işdə də baş çıxara bilməz. Çünki əslində bir səbr, əzm yaradır. Yəni səbirlilik, dözümlülük, əzmkarlıq insandan tələb edən bir sahədir bu işləmək, yəni bu sahə. Ona görə də bu modelin mərkəzində biz uşağın ümumiyyətlə həm fərdi inkişafını dəstəkləməliyik, həm ailələrlə əməkdaşlığını, həm də uşağın əməli fəaliyyətə əsaslanan öyrənməsini. Əməli fəaliyyət də 1-3 yaşlı uşaqlarda biz əşyavi manipulyativ sfera, əməli fəaliyyəti biz əsas dəstəkləyirdik ki, bizim işimiz artıq burada 3-5 yaşlı uşaqlardan olacaq ki, icmada. Biz, yəni müxtəlif yaşlı uşaqlarla işləməyə olan sevgimiz, onların maraqlarına uyğun, yaradıcı kreativ fəaliyyətlər təşkil edərəm, məsələn. Yəni bu təhsil modeli nə dərəcədə ki uşaqları dəstəkləyir, mən də həm uşaqların, belə deyək də, öz fəaliyyətimdə uşaqların əsas inkişafını, yaradıcı bacarıqlarını, tənqidi təfəkkür səriştəsini formalaşdıracaq, sosiallığını, birgə əməkdaşlığını, birgə oyun qaydalarını, ən əsası da oyun əsaslı fəaliyyətlər quraraq uşaqların stimullaşmasını yaradardım. Çünki buna həm sizin bir istəyiniz, sevginiz, həm də belə deyək də elə bir formada məsəl üçün vurğulaya bilərsiniz ki, çünki həqiqətən də onlar inansınlar ki, siz özünüz də, yəni məsələn uşaqla uşaq kimi davranmaq, uşağın nə istədiyini, nə etmək istədiyini, uşağı ümumiyyətlə hər zaman nəinki qayğı göstərmək, nəinki empatiya qurmaq, nəinki maarifləndirmək, verbal olaraq sözlü şəkildə söhbət etmək, uşağın hər tərəfli dünyasını bilmək və onlarla, yəni məhz özümü bu sahədə, məsələn, suallarda düşürdü ki, siz bu peşəni sırf peşə üçünmü seçirsiniz, yoxsa uşaqlarla işləmə bacarığınız? Valla müəllim var ki, sırf peşə məqsədi ilə işdir də, işdir, gedim işləyim. Müəllim də var ki, deyir ki, çünki bu iş həqiqətən də belə deyək də çətin, məşəqqətli bir peşə olduğu üçün biz bunu daha çox sevgimiz olmasa, sabah biz buna səbirsizlik də, yəni səbir də tab gətirməz. Ona görə də məhz buna görə mən icmanı seçirəm və siz də çox sağ olun ki, bizə bugün bu şansı, bu dəstəyi verirsiniz ki, biz özümüzü həqiqətən də sizə bu sahədə öz bacarıqlarımızı sizə yəni göstərə bilək də. Mütləq şəkildə komissiya üzvlərinizə də öz təşəkkürünüzü bildirməlisiniz və yəni bura qədər sual varsa müəllimlər, bax bu danışdığım suallarla bağlı fikirləriniz varsa buyurun. Müəllimə, elə sualın biri belə yaranır ki, sual verirlər ki, ibtidai sinif müəllimi ola niyə icmanı seçirsiniz? Buna cavab nə deyə bilərik? Maraqlı sualdır. Nə deyə bilərsiniz məsələn? Ağlınıza gələn fikir. Mən deyə bilərəm ki, mən uşaqları daha çox sevirəm. İstəyirəm ki, əvvəlcə kiçik yaşlı uşaqlardan başlayım. Belə öz sahəmə qədər, çatana qədər uşaqlarla başlamaq istəyirəm.
Aha. Belə başqa fikrim yoxdur. Yalnız uşaqları ilə sevginiz, körpə yaşlı uşaqlarla işləmək, başqa? Müəllimə, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir, buyurun. Mən də elə o sual məni çox düşündürürdü. Yəni ki, mənim də ixtisasım müftərisinin müəlliməsidir. Aha. Düşündüm ki, mənə o sualı verərlər ki, niyə görə mid yox? Yəni ki, icmaya müraciət edirsiniz də. Mən düşündüm ki, deyə bilərəm ki, mənim yaşadığım yerdə, yəni vakansiya olmur da. Demək olar ki, hər il bir dənə, iki dənə ancaq vakansiya çıxır. Onlar da ki, necə deyim sizə, ancaq biraz kəndlərdədir. Yəni mənim ona vəziyyətim əl vermir ki, getməyə də, uşaqlarla falan alınmır o getmək. Amma icma daha yaxındır. Məktəblər burada daha yaxındır rayon içərisində. Yəni onu mən də fikirləşdim ki, onu deyərəm, amma baxıram ki, biraz məni narahat edir ki, onu mən elə bir cavab versəm, düşünürəm bəlkə onlar da tərəddüddə qalarlar məni seçmək barəsində. Ümumiyyətlə, bir dənə səsləri bağlayaq. Bəli, mən buna bir qəşəng bir yanaşmamı bildirim. Bu cür formada fərddən fərdə dəyişən təbii ki, sualdır. Müxtəlif olmalıdır cavablar. Qeyd etdiyim kimi şablon əzbərləyib demək düzgün deyil. Çünki onlar sırazı şablon ifadəni bilirlər. Müəllim tərəfli baxışınızı göstərməlisiniz ki, yəni mən ona görə bugün icma əsaslı təhsili seçərdim ki, çünki uşağın inkişafını biz belə deyək də tək məktəb aspektindən yox, uşağın inkişafını biz onun ailəsi, çünki bilirsiniz ki, icmada daha çox valideynlərlə əməkdaşlıq daha yaxın olduğu üçün həm bağçadan, həm də məktəbdən daha çox icmada valideynlərlə əməkdaşlıq çox sıx bağlıdır. Ona görə də məsələn mən tutalım ki, əgər şagirdlə belə deyək də 7-11 yaşlı 6-11 yaş deyim lap, 6-11 yaşlı, 7-11 yaşlı kiçik məktəb yaşı dövrü ilə məktəbə qədər 3-5 yaşlı uşaqları müqayisə edərdim. İlkin cavabım budur. Müqayisə edərdim. Çünki kiçik məktəb yaşı dövründə şagirdlərin məktəbdə öyrəndiklərini, mənimsədiklərini gündəlik həyatında tətbiq edə bilməsi üçün gələcək dövrdə ibtidai işləmək üçün, məsəl üçün o dövrdə 7-11 yaşlı uşaqların gələcəkdə öyrəndiklərini gündəlik həyatda tətbiq edə bilmələri üçün bunun bünövrəsini, varislik əvvəli deməkdir. Bünövrəsini, varisliyini mən 3-5 yaşlı uşaqlarla müşahidə əsaslı, onlarla daha sıx, yaxından çalışaraq bunların belə deyək də gələcəyə olan gələcək düşüncələrini, gələcək inkişaflarının bünövrəsini bu yaşdan qurmaq üçün, onları kəşf etmək üçün mən ona görə birinci addımlarımı icmadan atmaq istəyirəm. Bax, bu çox gözəl cavabdır. Birinci addımı onların gələcək inkişafı üçün, kiçik məktəb yaşı dövrü üçün ilkin addımları icmadan atmaq istəyirəm. Və buna görə də bu yanaşmanı seçməyimin əsas səbəblərindən biri təhsil prosesinin fəal tərəfdaşına çevrilməkdir. Çünki mən təhsil prosesinin fəal tərəfdaşı çevirmək istəyirəm. Burada daha çox belə deyək də ailə ilə icmanın əməkdaşlığını önəmsəməliyəm. Çünki müəllim nə qədər valideynlə əməkdaşlıq edirsə, uşağın daha da dərinliklərini açır, uşağın daha da ehtiyaclarını düzgün müəyyənləşdirir və daha da məqsədyönlü təsir göstərir uşaqların inkişafında. Düşünün ki, ilk addımlarımı bu səbəbdən icmadan atardım. Aydın olurmu? Müəllimə, hər vaxtınız xeyir. Olar mən də bir sual verim? Buyurun. Mənim ixtisasım maliyyə işidir. Ancaq yəni bu vaxta kimi uyğun vakansiya olmadığı üçün işləyə bilməmişəm. İndi bir şans məsələn düşüb icmaya sənəd vermişəm. Məsələn, mən sual verə bilərlərmi ki, sən ixtisasın maliyyə işidir, icmaya niyə sənəd verirsən? Ola bilər, verərlər. Məsələn, ondan onları qane eləyəcək necə bir cavab verə bilərəm? O artıq sizin öz şəxsi cavabınız olmalıdır. Mən ona nə deyə bilərəm ki? Yəni məsələn, demək olarmı ki, indiyənə kimi vakansiya olmayıb, və yaxud dediyiniz kimi uşaqlarla işləməyi sevirəm, onlarla işləmək daha yaxşıdır. Yəni bilirsiniz, ixtisas fərqliliyi vardı ya, soruşa bilərlər ki, yəni nə üçün siz bugün müəllimlik, tərbiyəçi müəllim olmaq istəmisiniz? Ən çox verilən sual budur ki, nəyə görə tərbiyəçi müəllim olmaq istəmisiniz? Bax, bu gözəl bir sualdır. Necə cavab verərsiniz? Uşaqlarla işləməyi sevirəm, onlarla əlaqədə olmağı, onlar belə deyək də, onlarla eyni səviyyədə davranmağı, onları başa düşməyi, inkişafını görməyi, onlarla bir yerdə necə deyim, böyüməyi,
belə deyərəm. Və yəni Aha. özüm də Allah bütün balaları saxlasın. Bir qızım var. Yəni Amin. onun kimi davranmağı, onun dilini başa düşməyi, Bəli. o şeyləri sevirəm. Onun üçün də uşaqlarla işləmək mənə daha xoş gələr. Ümumiyyətlə bu daha çox yəni belə deyək də gündəmdə olan sualdır ki, bu günə qədər müsahibədə də veriləndə deyirsən ki, yəni bu peşəni seçməkdə məqsədim, çünki bu məktəbə qədər dövr, yəni 1-6 yaş ki dövr deyirik, məktəbə qədər dövr, bu uşağın gələcək inkişafında mühüm bir mərhələdir. Çünki bu uşağın belə deyək də biz 4 inkişaf sahəsi ki keçmişik, düzü sizə qeyri-ixtisaslı bilmirsiniz, 4 inkişaf sahəsi ki fiziki baxımdan, əqli idraki baxımdan, estetik yaradıcı və sosial-emosional baxımdan. Bütöv bacarıqlar bu dövrdə formalaşır. Buna görə də mən bu prosesdə bütün bu bacarıqları üzə çıxarmaq, uşağa hər tərəfli dəstək olmaq və uşağın bütöv potensialını üzə çıxarmaq məqsədi ilə bugün tərbiyəçi müəllim olmaq istəyirəm. Çünki mən tərbiyəçi müəllim olmaqda əsas məqsədim məşğələ keçmək deyil. Yəni tək məşğələ prosesi mənim müəllim olmağıma dəlalət vermir. Çünki uşağı dinləməkdir, uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqdır. Bayaq qeyd etdim, təhlükəsiz dəstəkləyici mühit yaratmaqdır və ən əsası ailələrlə sıx əməkdaşlıq etmək və hər bir uşağa öz düzgün yanaşma strategiya planımı göstərməkdir. Çünki mən burada özünü ifadə edə bilən, özünü tanıda bilən, açıq belə deyək də fikrini səsləndirə bilən, müstəqil düşünən, başqalara komprimizə getməyi bacaran, güzəştə getməyi bacaran bir şəxs formalaşmaq istəyirəm. Əsas məqsədim belə bir uşağı bu cür bir şəxsiyyətə çevirmək məqsədim. Və buna görə də bu şərəfli, məşəqqətli, məsuliyyətli bir peşəyə belə deyək də siz maliyyəsiz, maliyyədən gəlirsiniz müəllimliyə təbii ki, icmaya işləmək istəyirsiniz və bu cür belə deyək də çətin, peşəkar, məsuliyyətli, çətin deməyək, peşəkar, məsuliyyətli bir belə deyək də peşəyə üz tutmağım mənim üçün bir şərəfdir. Həqiqətən də bugün ona görə mən siz komissiya üzvlərinin qarşısındayam. Təşəkkür edirəm ki, bugün qeyri-ixtisaslar belə olsun belə bizə də bu cür şəraiti yaratmısınız ki, biz də 3-5 yaşlı uşaqların inkişafında əlimizdən gələn öz töhfələrimizi verək. Sağ olun. Üzr istəyirəm, bir şey soruşa bilərəm Kəmal müəllim, zəhmət olmasa. Buyurun. Bilirəm zamanınızdan alıram, üzrü sayın. Amma bu sualın bir başqa versiyasından mən deyim. Mən sadəcə sizdən xahişim nədir? Mən deyim, əgər səhv bir şey deyirəmsə, mən belə düşünmüşüm. Çünki bu sual mənə avtomatik veriləcək. Mənim ixtisasım hüquqdur əslində, hüquqşünas olaraq. Bəli. Amma yəni mən bir neçə yerə də qatılmışdım və bu sual hər dəfə mənim önümə çıxıb. Yəni deyir, hüquq hara, tərbiyəçi müəllim hara. Amma mənim daha əvvəl tərbiyəçi müəllim olaraq deməli işlədiyim təcrübəm var. Bir neçə kurslarda, təlimlərdə iştirak eləmişəm. Yəni mənim zaten bu özümü ifadəmdə bunlar da qeyd olunub, yəni bilirdim. Məndən soruşulan sualın cavabı budur ki, niyə hüquq? Mən həmişə belə cavab verirəm ki, öz ailəmdə mənim üçün deyir icmada niyə işləmək istəyirsən? Məsələn, sual bu olsa, mənim üçün icmada işləmək əslində sadəcə bir işdə işləmək deyil. Mən icmada uşaqların belə deyək, həyat pillələrindəki ilkin addımam, ilkin mərtəbəyəm və bu mərtəbədə olmaq mənə fəxirdir. Çünki onların bir şəxsiyyət kimi, onların bir fərd kimi formalaşmasında, öz gələcəklərini qurmaqlarında ilkin bir kiçik də olsa qatqımın olması bu mənim üçün böyük bir fəxirdir. Niyə hüquq və hüququn da mənə qazandırdığı bir çox şeylər var. Bunlardan ən əsası səbirli, məsuliyyətli olmaq, nizam-intizamlı olmaq, insanlarla əməkdaşlıq qurmağı bacarmaq, ünsiyyət qurmağı bacarmaq, uşaq hüquqlarının, təhsil qanunvericiliyini yetəri qədər dərindən bilmək və ən əsası mənə elə gəlir ədalətli olmaqdır mənim fikrimcə. Bəli, vicdanlıq prinsipi, didaktik, üzr istəyirəm, etik davranış prinsiplərindən bəli, vicdanlıq prinsipidir əsas. Niyə bu yönə yönəlmişəm? Bu da odur ki, mənim bundan öncəki dönəmlərdəki təcrübəm, çünki mənim uşaqlara olan sevgim, onlara olan dərin bağım, üstəgəl təhsilə olan marağım məni hüquqdan daha çox həmin bu bir digər sahəyə, yəni müəllim sahəsinə
sahəsində öz biliklərimi dərinləşdirməyə təşviq eləyib. Mən həmişə yəni belə düşünürəm ki, digər təcrübəmdən və filan, yəni digər şeylərdən danışmağa. Düzgünmü danışıram, yoxsa hansısa səhv bir şeymi dedim? Yəni əgər bu mənə sual verilirsə. Baxın, hüququ bitirən bir şəxs olaraq ümumiyyətlə hüquqdan gəlib tərbiyəçi bir müəllim işləmək, xüsusilə də kiçik körpələr, yaşlı uşaqlarla işləmək, ümumiyyətlə hüququ gəlin məktəbə qədərlə əlaqələndirsə, ümumiyyətlə hüquq təhsili insana nə verir? İnsanlarda ümumiyyətlə hüquq bayaqda qeyd elədiniz, liaqət baxımından bərabər addımlar, bərabər yanaşmaq və ədalətli davranmaq, hüquqlarını tanımaq, hüquqlarını müdafiə etmək, gələcəkdə icma fəaliyyətində əgər çalışaramsa, bax bu qaydada da qeyd edirsiniz özünüzü komissiya üzvü qarşısındakı, gələcəkdə də icma fəaliyyətində əgər inşallah ki sizlərin belə deyək də izninizlə, belə deyək siz ki məni layiq görsəniz sizlərin sayəsində mən bu yanaşmanı uşaqlarla tətbiq etmək istəyirəm. Çünki mən öz ixtisasıma dayanaraq bir hüquqşünas olaraq qeyd etmək istəyirəm ki, yəni uşağın hüquqlarına hörmət edən, ümumiyyətlə uşağı dinləyən, ayrı-seçkiliyə yol verməyən, qərəzsiz davranan bir müəllim, eyni zamanda təhlükəsiz bir mühit yaradan tərbiyəçi bir müəllim modeli olmaq həqiqətən də, çünki bunu uşaqlar üzərində inkişaf etmək, uşağın inkişafına, gələcək inkişafına töhfə vermək, dəstək olmaq. Əsasda dəstəkləyici, təhlükəsiz mühiti qurmaq, qərəzsiz, vicdanlı bir müəllim olmaq, bərabər imkanları qorumaq. Ona görə də yəni mənim bugünkü hüquq təhsilim, yəni bu sahədə də belə mənə, icma sahəsində də belə mənə mane deyil. Əksinə əlavə üstünlük kimi görürəm mən bu ixtisası. Aydın olurmu? Üstünlük kimi görürəm. Təşəkkür edirəm. Çox sağ olun. Onda demək ki, mənim cümlələrim əslində normaldır. Əlbəttə. Mənim yəni ardı var idi, cümlələrin ardı var idi. Prosta mən çox uzatmaq istəmədim ki, zamanınıza girməyim. Amma yəni düşüncə olaraq düzgün mövqedəyəm. Onlar mənə o sualı verirlər. Biraz da mütəşəkkil eləyərsiniz. İnşallah müsahibəyə qədər daha yaxşıdır. Onlar ki, təbii ki, verə bilərlər. Çünki ixtisas soruşulacaq sizdəki. Birinci mütləq bitirdiyiniz yeri, təhsili falan müəllimlər qeyd etdikdən sonra onsuz da sizdən soruşacaq ki, ixtisasınız deyəcək. Özdə məktəbə qədər ixtisası olan müəllimlərə daha çox nəzər verirlər. Yəni məsələn sual verəcək ki, MİQ-ə işə qəbula vermisiniz, onu da soruşacaqlar. Ona görə də məktəbə qədər ixtisaslı olan müəllimlərə kurikulumdan standart nədir, inkişaf sahəsi nədir, məzmun xətti nədir, planlaşdırma nədir, bunların hamısını verirlər. Amma belə qeyri-ixtisas müəllimlərə onları vermirlər. Başlayırlar psixoloji yönümlü, məsələn Gülruh müəllimə kimi psixoloji yönümlü situasiyalar verəcəklər. Qeyri-ixtisas olaraq. Sual verə bilərəm müəllimə. Siz müəllimlər vaxtımızdan gedir, PDF-im yarım çıxır. Buyurun. Müəllimə, mən tələbəyəm, məktəbə qədər ixtisas üzrə 3-cü kurs tələbəsiyəm. Mənə nə kimi sual verə bilər? Siz testdə iştirak eləmisiniz? Necə müəllimə? Test mərhələsində iştirak eləmisiniz siz? Bəli, müəllimə, test mərhələsində iştirak etmişəm. Sizə ixtisas nədir məktəbə qədər? Bəli, müəllimə, 3-cü kurs tələbəsiyəm. Bakalavr, ali təhsillisiniz. Bakalavr, bəli, ali təhsil. Elə siz də düzdür, indi tələbəsiniz, amma ixtisasınızla bağlı verilə bilər. Çünki müəyyən qədər 3-cü kurssuzsa, siz bəs diplomsuz necə sizi buraxdılar? Nə bilim müəllim, əslində dedilər ki, olar məktəbə qədər ixtisas üzrə tələbə belə olsam, ixtisasına görə seçilmə şansım var. Və mən də imtahan verdim. Qeydiyyatdan da keçdim və qəbul etdilər. Lap yaxşı. İxtisasınızla bağlı suallar veriləcək, bəli. Elə həm situasiya, həm psixoloji yönümlü, həm də nəzəri tərəfdən, nəzəriyyədən bəli verəcəklər. Aydındır müəllim. Narahat olmayın. Müəllimlər, bax bura qədər, bax bu suallar, məsəl üçün, bax bu 3-5 yaş uşaqlarla necə işləyərsiniz də, aydın məsələdir ki, icmanın, yəni icma daxili artıq suallara keçirik ki, çünki 3-5 yaş uşaqlarla işləyəndə əsas oyun əsaslı fəaliyyət əsas götürəcəksiniz. Bir də uşaq yönümlü yanaşma, zaten bizdə təhsilimizin başında gələn uşaq yönümlü demokratik təhsildir. Çünki biz uşaqların yaş xüsusiyyətlərini nəzərə almalıyıq, mütləq şəkildə. Yaş birincidir.
daha sonra fərdi xüsusiyyətlərdir, daha sonra uşaqların VAKO abreviaturası, VAKOsu nədir? Öyrənmə tərzləri. Bir uşaq vizualı daha çox yaxşı mənimsəyir, bir uşaq audial, bir uşaq kinestetik, hərəkətli, yəni kinestetik sözün mənası hərəkətlidir. Baxın, hərəkətli və müşahidə etməyə və ehtiyaclarına uyğun dəstək göstərməyə çalışıram. Yəni, təhlükəsiz, sevgi dolu, inkişaf etdirici bir mühit yaradaram. Yenə də deyirəm, dəstəkləyici və təhlükəsiz dəstəkləyici bir mühitin komponentlərini sadalaya bilərsiniz. Və ən əsası ailələrlə də sıx əməkdaşlıq edərək uşağın inkişafını birlikdə izləyərəm. Bu, təbii ki, qısa bir cavabdır. Bunu, belə deyək də, müsahibədə daha dolğun özünüz də, yəni cavabını verə bilərsiniz ki, 3-5 yaşlı uşaqlarla ümumiyyətlə işləmə strategiyanız necə olardı? İşləmə strategiyanız necə olardı? Bu, şəxsdən şəxsə, yenə də deyərəm, dəyişən cavablardır. Yəni, hər bir müəllim, çünki 3-5 yaşlı bizim məqsədimiz burada məktəbə qədər təhsilin, yəni 1-6 yaş dövrü olan uşaqlar üçün icmada 3-5 yaşlı uşaqlarla necə işləmək lazımdır? Və bunu daha çox yenə də deyirəm, müşahidə əsaslı davranışı əsas götürəcəksiniz. Çünki birinci mən uşaqları müşahidə etməliyəm ki, onların ehtiyaclarını, fərddən fərdə dəyişən ehtiyaclarını müəyyənləşdirim. Daha sonra təşkil edəcəyim fəaliyyətləri uşaqların yaşlarına və inkişaf səviyyələrinə uyğun şəkildə planlaşdırmalıyam. Və bu yaş dövründə 3-5 yaş dövrü artıq belə deyək də orta qrupdan böyük qrup götürülür 3-5 yaş. Bu yaş dövründə artıq oyun əsaslı fəaliyyət bilirsiniz ki, daha çox önəm daşıdığı üçün siz prosesi, ümumiyyətlə məşğələnizi oyun əsaslı fəaliyyətlə də keçə bilərsiniz də. Yəni, belə deyək də, təlim prosesini, məsəl üçün, hərəkətli oyunlar verə bilərsiniz, didaktik oyunlar da verə bilərsiniz, yaradıcı bacarıqlı verə bilərsiniz, praktik kinestetik öyrənmə tərzini stimullaşdıran praktik nədir? Səhnələşdirmə, birbaşa sujetli rolli oyunlar sizin praktik səhnələşdirmə, yaradıcı bacarıqlar. Çünki estetik yaradıcıdır sujetli rolli oyunlar. Nağıllar da verə bilərsiniz. Nağıllar artıq gedir idrakat. Çünki nağıl danışırsınızsa, məsələn, uşaqlarda daha çox nağıl nədir? Dinləyək, anlayaq başlığı altında veririk. Bir də musiqili, hərəkətli verə bilərsiniz. Çünki musiqi də əyləncə qatır. Yəni, uşaq çox sıxılmasın. Buna görə də biz sonda artıq əməkdaşlığı, sosiallığı, paylaşmaq, növbə gözləmək bacarıqları, konfliktləri həll etmə, bir-birini yola vermə, bir-birinin qayğısına qalma, bunları artıq empatik, sakit formada həll etmə bacarıqlarını uşaqlar arasında, belə deyək də, nizam-intizamı formalaşdırmalısınız. Ən əsas da valideynlərlə əməkdaşlığı da qeyd edirsiniz. Yəni, mənim burada məqsədim nədir? Çünki mən uşaqlarla işləyirəm. Valideynə qədər mənim işim 3-5 yaşlı uşaqlarla işləməkdir. Və onların, yenə də deyirəm, onları özlərini dəyərli hiss etmək. Onların, belə deyək, evdəki kimi mənim də yanımda özlərini dəyərli, özlərini, belə deyək də, rahat, belə deyək, psixoloji baxımdan sakit, təhlükəsiz hiss etmələrini təmin etməkdir. Mütləq şəkildə bu vacibdir. Sonra, icma əsaslı təhsildə müəllimin rolu nədir? Müəllim nə iş görür biz müəllimlər? Biz müəllimlərin vəzifəsi nədir? Təkcə ilə biz bilik ötürənikmi? Yəni, bilik verən tərəfikmi? Biz həmçinin də müşahidəçiyik, uşaqlar arasında bərabər imkanlar yaratmaq və onları prosesə adaptasiya etmək təşviq edici rol. Təşviq edici nədir? Onları bütün fəaliyyətlərə təşviq etmək, adaptasiya etmək. Prosesin fəal iştirakçısına çevirməkdir. Aydın olurmu? Çünki biz uşağın maraq və ehtiyaclarını nəzərə alaraq fəaliyyəti planlaşdırırıq. Siz marağını, ehtiyacını, istəyini, fərdi xüsusiyyətini, öyrənmə tərzini nəzərə almadan fəaliyyət planlaşdırsanız, o necə bir fəaliyyət olar? Uşaqlar sıxılar, xaos yaranar. Yəni, özünüzdə, sizə də çox çətin olar, yəni ki, onu artıq düzüb qoşasınız. Ona görə də planlaşdırma vacibdir. Artıq daha sonra artıq əməkdaşlıqdır, nə bilim, icma üzvləri, pedaqoji heyətlə əməkdaşlıqdır. Eyni zamanda uşaqların hər tərəfli 4 inkişaf sahəsində, baxın, sosial, emosional, psixoloji, fiziki, əqli, estetik yaradıcı hər tərəfli inkişaf sahəsində dəstəkləyirsiniz və mütləq şəkildə inklüzivliyi də vurğuluyursunuz. Çünki müəllimin rolu deyirəmsə, inklüziv öyrənmə mühiti mütləq vacibdir. Çünki inklüzivlik nədir? Müxtəliflik. Yəni, bir uşaq tipikdirsə, digər bir uşaq sim uşaq, sağlamlıq imkanı məhdud uşaq ola bilər. Ona görə də biz yenə də gəlir çıxır təlimdə, təhsildə bərabər imkanların qorunması. Yəni, hər bir uşağın öyrənməsini yönləndiririk, şərait yaradırıq, müşahidə edirik, dəstək veririk.
Aydın olurmu? Yəni burada uşaq özü kəşf edir. Uşağa sərbəst müstəqil burax. Uşağın sərbəstliyini, müstəqilliyinə təkan ver. Amma özün isə bu prosesə rəhbərlik et. Aydın olurmu? Siz sadəcə Montessori'nin dili ilə desək, yəni gözə görünməz bələdçi ol. Gözə görünməz bələdçi nədir? Burada müəllimin rolu biraz az olur. Çünki niyə? Bizim məqsədimiz uşaqları sərbəst buraxmaqdır, müstəqillik verməkdir. Öyrədə bilərsiniz. Lazım gələndə, Montessori deyirdi ki, lazım gələndə müdaxilə edin. Amma belə uşaqlara, yəni kənardan bələdçi rolunda olun. Aydın olurmu? Və bu prosesə rəhbərlik edən bir şəxs olaraq biz öz mövqeyimizi qoruyuruq. Aha. Və valideynləri icma fəaliyyətlərinə necə cəlb edərsiniz? Burada artıq bizim işimiz valideynləri prosesə cəlb etməkdir. Mütləq sizə bu sual müsahibədə verilsə, siz cavab verəcəksiniz ki, valideynləri icma fəaliyyəti təbii ki, məcbur şəkildə yox. Heç kəsi biz məcbur edə bilmərik. Onların, belə deyək də, hər tərəfli vəziyyətlərini nəzərə alaraq, imkanlarını nəzərə alaraq prosesə cəlb etməliyəm. Elə bir valideyn var ki, məsəl üçün, vaxtaşırı imkan olmur ki, onlar, belə deyək də, sıx müəssisə ilə, bağçada da belədir. Bağça ilə olsun, icma ilə olsun, sıx əməkdaşlıq qura bilmirlər, təəssüflər olsun ki, yəni, elə valideynlər var, yəni həddindən artıq iş yükünün ağırlığı məsələsi və yaxud digər proseslərdən ola bilər ki, müxtəlif səbəblərdən onları biz prosesə cəlb etməkdə çətinlik çəkirik. Ona görə də biz burada qeyd eləməliyik ki, biz əgər valideynləri icma fəaliyyətinə, ümumiyyətlə bizimlə əməkdaşlığa cəlb etmək üçün mütləq şəkildə biz onlarla effektiv ünsiyyət qurmaq, mütləq şəkildə birinci açıq effektiv ünsiyyət qurmaq, daha sonra isə valideynlərin də qarşı tərəfin də fikrini, təkliflərini dinləməliyik ki, çünki biz burada valideynlərin də bacarıqlarını inteqrasiya etməliyik. Çünki onların maraqları, məsələn, onlar ki, məsələn, nəsə bir könüllü olaraq bizə təklifləri ola bilər, hansısa bir, məsələn, qatqı qatmaq, töhfə qatmaq istəyərlər prosesə. Məsəl üçün, daha çox sual verir ki, resurs çatışmazlığı yaranarsa valideynlərin dəstəyi. Yəni, burada da biz yenə də bunların hər birini hörmət çərçivəsində qarşılayaraq, müsbət rəy mübadiləsi edərək, ona görə də hər bir uşağın, belə deyək də, valideynin övladının kiçicik bir uğurunu belə, inkişafını belə valideynlə paylaşanda, onlarda da biz onların inamını da qazanmış oluruq. Aydın olurmu? Çünki valideyndə də ruh yüksəkliyi yaranır, motivasiya yaranır, inam yaranır ki, hər bir uşağın kiçicik bir uğurunu, inkişafını onlara təqdim etmək. Birgə tədbirlərdir. Məsəl üçün, o deyirik, açıq qapı günləri veririk, icma günləri, sərgilər, ekskursiyalar, ictimai faydalı tədbirlər təşkil edərək valideynlərin də fəal, aktiv mövqedə iştirakını biz təşviq edə bilərik. Sual varmı müəllimlər? Aha. Müəllimə yenə nəzarət edəcəm. Onun sualım var idi mənim. Aha. Biz həmin bu icma layihəsində deməli, belə deyək, tam olaraq həmin metodlardan istifadə eləmirik, amma hardasa deyək. Montessori mi üstünlük təşkil edir, yoxsa Emilia metodu mu? Çünki mən bir yerdə oxudum ki, daha çox Emilia metodu üstünlük təşkil edir, nəinki Montessori. Montessori'nin sadəcə fasilitator, yəni mövqeyi orada üstündür ki, şagird yönümlülük onu üstün tuturuq. Amma belə deyək, dərs keçimində, fəaliyyətlərdə, dərs prosesində, ümumiyyətlə yaradıcılıq sistemində daha çox Emilia metodu üstündür. Onu bilmək istəyirəm. Emilia daha çox əməkdaşlıqdır, ona görə icmada üstün mövqe qorunur. Amma inanırsınız ki, daha çox Montessori'dən suallar verirdilər müsahibədə. Çünki belə deyim də, icma əsaslı təhsildə biz, yəni hər bir pedaqoqun yanaşmasını, çünki Montessori deyirdi ki, uşağın müstəqilliyidir, fərdi tempdə, çünki o Piagetdən bəhrələnmişdi. Eyni zamanda Emiliada da biz mütləq şəkildə müəllim-valideyn icma əməkdaşlığı ön plana çıxır, daha çox əməkdaşlıq Emiliadadır. Və belə verəndə, bəli, daha çox əməkdaşlıq olanda Emiliyanı biz daha çox götürürük icma üzrə. Çünki Emilia yanaşmasında burada da uşaqların bütöv maraqları nəzərə alınır, yaradıcı tərəfləri, yaradıcılıq da Emiliadaydı və ailə ilə əməkdaşlıq prinsipləri daha çox icma əsaslı fəaliyyətə bəli uyğun gəlir. Təşəkkür edirəm mən. Sağ olun. Təşəkkürlər, bəli.
Amma dediyim kimi, nə qədər Emilia önəmli olsa da, Montessori-ni də oxuyun, Montessori-dən də suallar verirlər. Yo, mənim zaten mən Montessori təlimi keçmişəm. Bu barədə yəni anlayışım var, təhsilim var. Sadəcə mən o keçən səfər belə bir şey oxudum ki, deyir Waldorfdan danışdılar, amma Waldorf orada çox azdı bizim icmada. Daha çox yaradıcılığın üstünlüyüdür. Waldorf azdı, amma Emiliyanı ön plana çəkdilər ki, Montessori sadəcə fasilitator roluna görə üstünlük təşkil edir. Amma digər əməkdaşlıq belə deyək də icma ilə, valideynlərlə olan əməkdaşlığa görə Emilia əsaslı göyə indi bizim icmalarda Emiliyanı ön plana çəkirlər. Onun üçün soruşdum. Bəli. Təşəkkür edirəm, bəli. Və son olaraq müəllimlər 2 sualımız qalır. Onun da tez bir dənə izahını verin və ümumi bu PDF-ni göndərəcəm qrupa və son 2 sualın da cavabını yazıb göndərərəm sizlər üçün. Çünki bu 2 sualın cavabı düşməyib burada. Sual belədir ki, səslər bağlı olsun. Səslər bağlı olsun, çünki izahı verim mən. 9-cu sual belə idi. İcma layihələrində komanda ilə işləmə bacarığınızı necə təsvir edərdiniz? Əsas məsələ, əsas vacib verilən suallardan biri budur. Çünki komanda ilə işləmə bacarığı budur ki, komanda ilə işləmək, mütləq şəkildə kollektivçilik bacarığı ən vacib məqamdır. Çünki məqsəd müəyyənləşdirilir burada və komandada işləyərkən də şəxsdən şəxsə, hər bir şəxsin fərqli bacarıqları var. Yəni bu da təbii ki, biz də bu fərqlilikləri, bu müxtəlif bacarıqları üstünlük, yəni mövqedə, yəni biz qiymətləndirməliyik. Çünki hər bir kəsin öz üzərinə düşən məsuliyyət ki var, şəxsi məsuliyyət deyirik. Bu məsuliyyəti vaxtında, yəni işi, prosesi icra etmək, məsəl üçün digər belə deyək də işçilərin, hətta digər şəxslərin fikirlərini dinləmək, yəni həmkarlara dəstək olmaq. Yəni bunları qeyd edirsiniz ki, komanda ilə işləyərkən mən, yəni öz üzərimə düşən məsuliyyəti vaxtında icra edərəm. Deməli, iş yoldaşlarımın pedaqoji prosesdən söhbət gedir də, pedaqoji kollektivdə, komandada işləmə bacarığınız. Digər iş yoldaşlarımın fikirlərini dinləmək, ehtiyac yaranarsa həmkarlarıma təbii ki, dəstək olaram. Əgər yox, bizim kollektivdə fikir ayrılığı yaranarsa, təbii ki, bu da şəxsi konfliktə çevirməmək üçün, konfliktə çevirmədən yaranmış problemin, yəni fikir ayrılığının, məsələnin, belə deyək də, ümumi məqsədinə belə deyək də fokuslanaram. Çünki məqsədim nədir? Konfliktlərin problem həll etmə bacarığı. Yəni konfliktlərin mübahisə etmədən, məsələ böyümədən həllinə yönəlmək. Ona görə də burada komanda üzvü kimi çıxış etmək, yəni komanda ilə işləmə bacarığımız deyəndə özümüzü komanda üzvü olaraq burada təkcə öz işini görən tərəf deyil, yəni ümumi bir nəticəyə məsuliyyət. Çünki biz burada şəxsi sosial məsuliyyət səriştəsini konkret görürük. Şəxsi sosial məsuliyyətlə yanaşan, işinə yanaşan şəxs kimi, yəni biz özümüzü idarə etməliyik. Bu da bizim komanda ilə işləmə bacarığımız. 10-cu sual. İcma resursları məhdud olduqda, bəs biz təlim-tədris prosesini necə təşkil edərik? Bu da daha çox verilən suallardan biridir ki, belə deyək də, əgər icma resursları məhdud olarsa, resurs çatışmazlığı yaranarsa, biz bu prosesin öhdəsindən necə gələrik? Əvvəlcə, belə deyək də, əvvəlki belə daha çox keçən bu sual mənim müəllimlərimə verilmişdi. Deməli, burada daha çox biz məsələn deyirik ki, valideynlər də əgər biz valideynlərlə sıx əməkdaşlığı vurğuluyurduq ki, tutalım valideyn əgər könüllü olaraq maddi yardım göstərmək istəyirsə, əgər resurs ümumiyyətlə heç yoxdursa, qayıdıb məsələn müəllimin birinə sual vermişdi ki, ümumiyyətlə resurs yoxdur. Bəs həmin vaxt uşaqlarla fəaliyyəti necə reallaşdırarsan? Ona görə də resurs belə deyək də çatışmazlığını müəyyən etmək üçün birinci olaraq mən hal-hazırda mövcud vəziyyəti qiymətləndirərəm. Çünki həmin resursu əvəz edəcək hansı ki məşğələ prosesi keçməliyəm, amma resurs yoxdur. Alternativ vasitə yollar axtarmalıyam. Tutalım ki, didaktik materialımız yoxdur əlimizin altında və gündəlik əşyalardan belə deyək də istifadə edə bilərəm. Çünki mənə lazımdır ki, həmin günü mən məşğələmi keçə bilim. Həmin günü pis vəziyyətdə qalmamaq üçün, məşğələ prosesini yerinə yetirmək üçün mən belə deyək də lazım olan tutalım ki, bir əşyadan və yaxud da evdən də təşkil edə bilərəm ki, uşaqlar yəni boş qalmasınlar. Həmin günü prosesi həyata keçirə bilim.
Əgər yox, ümumiyyətlə bu davamlı bu proses yaşanırsa, yəni ümumiyyətlə resurs çatışmazlığı uzun müddət sürürsə, onda artıq belə deyək də, bunun icma dəstəyinin lazım olması və yaxud da valideynlərin də, ümumi valideynləri və icmanın imkanlarını nəzərə alaraq ümumi bir əməkdaşlıq təşkil edərəm ki, birgə bu problemin öhdəsindən gələ bilək. Yəni resurs çatışmazlığını belə deyək də çözə bilək. Çünki alternativ həll yolları, mövcud vəziyyəti baxış, bir də mütləq şəkildə bizim özümüzün də bir qatqımız olmalıdır ki, bugün bu ehtiyacların öhdəsindən gələ bilək. Çünki yenə də deyirəm, hər zaman o olmur ki, hər şey insanın əlinin altında olsun. Deməli, daha çox dediyim kimi bu sualı verirlər ki, bax, məşğələ üçün lazım olan materialın yoxdur da, yəni nə edərsən? Məşğələni həmin günü ləğv edərsənmi? Sizin cavabınız olacaq ki, xeyr, məşğələni ləğv etmərəm. Çünki həmin materialı, məsəl üçün, mən düşünərəm ki, mən həmin günü hansı məşğələ keçirəm və bu məşğələdə hansı materialı istifadə edəcəm. Aydın olurmu? Yəni, alternativ yollar axtarmaq lazımdır ki, tutalım ki, riyaziyyat məşğələsi keçəcəm. Tutalım ki, sayma və qruplaşdırma fəaliyyətində mənə hansı didaktik material lazımdır? Məsəl üçün, onu əvəz edəcək bir didaktik vasitəm yoxdursa, təhlükəsiz gündəlik əşyalardan istifadə edə bilərəm. Çünki təhlükəsiz əşya olmalıdır, yenə də deyirəm. Çünki uşaqların əlinin altına qoyacaqsınız, məşğələ keçəcəksiniz. Burada mütləq təhlükəsizlik önəmi olmalıdır ki, siz kənarda bir əşya gətirirsinizsə, resurs yoxdur. Hansı əşyalardan istifadə edə bilərsiniz? Resurs məhdudluğuna baxmayaraq da, yəni burada artıq sizin görürsünüz məşğələ prosesiniz artıq reallaşmış olur. Kəmal biz burada nəticə müəllimi olaraq əvvəlcədən biz məşğələmizi planlaşdırırıq da. Ona görə resursları da ona görə seçirik. Belə bir fikir götürmək olar. Necə? Bir də deyim, müəllimə, səsiniz qırıq gəlir. Buyurun. Deyirəm ki, biz tərbiyəçi müəllimi olaraq əvvəlcədən, yəni nəticə götürməyək, işimizi əvvəlcədən fikirləşirik. Biz hansı məşğələni təşkil edirik və ona da uyğun biz resursumuzu hazırlayırıq. Harasa bir saat, 2 saat qabaq, bir gün öncədən hazırlayırıq o resursları. Bu məşğələ əsasında bunu quracağıq. Yəni ki, uşaqlar bu dərsi məşğələni təşkil edəcək. Belə bir fikir də demək olar. Ay sağ olun. Bəli, çünki niyə? Deyir ki, yəni birdən onlarda icmada ilk gündür, siz də təzəsiz, uşaqlar da yeni gəlir və hələ tam qrup belə deyək də otağı formalaşmayıb, hələ tam əlinizin altında vəsaitlər yoxdur və siz həmin günü icmada vəziyyəti işin öhdəsindən necə gələrsiniz? Necə həmin günü, birinci günü ötüşdürərsiniz, məşğələni keçərsiniz? Mənə aiddir, mənim bildirim. Yəni belə suallar da düşür də, yəni demək istəyirəm. İlk öncə fikirləşərdim ki, uşaqlarla tanış olaq oyunu da. Gəlin sizlərlə tanış olaq, oyun şəklində qurardım. Uşaqlarla tanış olardım. Ay sağ olun. Sonra oyun şəklində sevdirərdim, kommunikasiya, ünsiyyət qurardım. Uşaqların sevgisini əldə edərdim. Çünki birdən-birə mən uşaqla məşğələ keçə bilməzəm axı. Mən sevgi əldə etməliyəm. Sonra onlara fərdi çalışarım, onlarla fərdi söhbətlər apararım. Oyun əsasında onların meyl və maraqlarını nəzərə alım. Hansı uşaq stolsuz oyunlar sevir, hansı uşaq hərəkətli oyunlara və yaxud da ki, sosial oyunlar xoşlayır. Yəni uşaq eyni oyunu sevmir axı. Gələ onların sevgilərini bilirim. Sonra sabah ikinci günü gələndə bildirərəm ki, uşaqlar sabah hansı oyunlar təşkil edək? Hansı oyunları seçərdiniz? Gəlin bu oyunlar haqqında fikirləşək. Yəni ələ alardım, uşaqlarla ünsiyyət qurardım, hələ məşğələmi qurardım. Az-azdan çoxa doğru. Ay sağ olun, ay sağ olun. Baxın, yenə də deyirəm, tutalım ki, riyaziyyat məşğələsi keçirsiniz, hazır resursunuz yoxdur da, tutalım say çöpləri falan. Tutalım təhlükəsiz olan sadə çubuqlarımı deyim, hansısa bir əşya qapaqlar olsun, çöplər olsun, kağız parçaları belə. Bu sizin say fəaliyyətinizə reallaşdıra bilər. Tutalım ki, rəngli kartlar, kartçıqalar yoxdur. Tutalım, rəngli qələm olsun əlinizdə və yaxud da müxtəlif rəngli kağızlarla. İndi ola bilər də, bunlar sadə primitiv ideyalardır ki, çünki konkret əgər o vəsait yoxdursa, resurs yoxdursa, bir hansısa bir əşya ilə, yenə də deyirəm, təhlükəsizliyinə önəm vermək lazımdır. Tutalım ki, həndəsi fiqurları öyrədirsiniz uşaqlara, fiqurlar yoxdur.
hazır fiqur kartlarınız yoxdur. Məsələn, tez bir kağızdan fiqur hazırlayıb, tutan bu dairədir, bu üçbucaqdır, bunun tərəfi budur, dördbucaqdır. Yəni bunları göstərmək olar. Yəni konkret olaraq beyninizə gəlməlidir ki, mütləq şəkildə birinci məqsəd müəyyən olunmalıdır. Siz dediyiniz kimi əvvəlcədən məqsəd qurulmalıdır. Daha sonra artıq onun məqsədi reallaşdıran, yerinə yetirə biləcək təhlükəsiz alternativ yollar axtarardım. Yenə də deyirəm, çünki rəsmi olaraq cavab budur. Artıq məsələn özünüzdən misallar çəkə bilərsiniz ki, məsəl üçün əgər say çöpləri yoxdursa, hansısa bir əşyalardan, yəni xırda əşyalardan istifadə edərək uşaqlarda sayma, qruplaşdırma, müqayisə fəaliyyətləri keçə bilərəm. Həndəsi fiqurlar üçün müxtəlif belə deyə əlimin altında kağız parçalarından fiqurları çəkib tez göstərə bilərəm uşaqlar üçün. Yəni bunlar da sizin nümunələrdir. Nümunələrlə çalışın, nümunələr göstərin deyin. Nümunə göstərib danışmayanda məhdud olur o. Çünki siz sabah onu praktik icra edəcəksiniz deyə çalışın, praktik yönümlü nümunələr, misallar belə deyək də orada da komissiya üzvlərinə yəni bildirin. Müəllim, rollu oyunlar və yaxud da künclərlə iş məsəl üçün var da, cütlərlə iş küncə göndərdik sinifdə uşaqları. Onlardan bu 3-4 yaşlı uşaqlar üçün də yəni istifadə edə bilirik mi bu rollu oyunlar falan belə şeyləri? Rollu oyunlar budur ki, rollu oyunlar 1-3 yaşlı uşaqlar üçün bəli verirsiniz. Biz bunu iş üsulları, iş formasını keçəndə deyirik, iş üsullarında daha çox. Çünki sujetli rollu oyunlarda, hərəkətli oyunlarda bunlar hərəkətliliyi təmin eləyir. 1-3 yaşlı uşaqlarda bəli, biz bunu keçəndə deyirik. Müxtəlif cür bəli, oyun əsaslı fəaliyyətdir də bu. Aydındır. Yəni biz iş üsullarının müxtəlif növlərindən, amma yəni orada dərəcələri çoxdur da. Yəni qalaca uşaqlara yaşayan, məsələn 3-4 yaşlılara uyğun istifadə edə bilərik. Əlbəttə, sujetli rollu oyunları verə bilərsiniz. Çünki sujetli rollu oyunlar konkret sujet xətti üzərində qurulan oyunlardır. Konkret estetik yaradıcıdır. Düzdür, hərəkətliyi təmin eləyir, mütəhərrikdir, kinestetikdir, amma estetik yaradıcıdır. Çünki uşağın birbaşa, məsələn, uşaq götürüb hansısa bir rolu canlandırır. Həkim oyunu olsun, məsələn, hansısa bir peşə sahibini, məsəl üçün alıcı-satıcı mağaza oyunu olsun, müxtəlif cür. Yəni bu bəli, verə bilərsiniz. Bunu biz bağçada da keçəndə deyirik. Müəllimə, mövzudan kənarı olacaq. Siz bayaq dediniz, mənə biraz qaranlıq qaldı. Siz deyirsiniz, repetitorluğu deməyək. Əgər bizim rəsmi stajımız yoxdursa, yəni təcrübəmiz yoxdursa, repetitorluq ediriksə, onu da deməsək deyəcəklər ki, ümumiyyətlə siz onda uşaqla işləmirsiniz, təcrübəniz yoxdur, onu da kəsə bilərlər də. Yəni deməsək necə olar? Siz hal-hazırda hansı neçə yaşlı uşaqları hazırlaşdırırsınız? 5 yaşlı da var, ibtidai sinifdə var, 5-6-cı sinifdə oxuyan da var. Valla deyirsiniz deyin, amma yəni belə dərinliyə gedib soruşsaq ki, bəs yaxşı, heç yerdə işləmirsiniz, dövlət işində də işləmirsiniz, evdəsiz, heç bir yolda belə çıxır ki, iş təcrübəniz yoxdur, uşaqlarla iş təcrübəniz yoxdur. O zaman deyə bilərsiniz ki, evdə hal-hazırda, yəni belə deyək, repetitor fəaliyyəti quraraq uşaqların hazırlığını təmin edirəm. Məsələn, belə qeyd eləyə bilərsiniz. Siz nəyə görə deyim? Biz evdə uşaq hazırlaşdırma falan bu aralar biraz qanundan kənar olduğu üçün nə bilim istəmirəm bu barədə danışmaq istəməzdim ki, onu üzə çıxarasınız ona görə. Çox sağ olun müəllimə. Aha, bir saniyə mən indi Nuraniyə müəllimə o suala bir daha qayıdacağam, çox üzr istəyirəm. Bir saniyə baxaq, tam aydın oldu. Suallar ətrafında geniş bütün təfərrüatı ilə açıqlama, izahları verdim və